28 mayıs sənə 1918 Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalı haqqında əqdi elan etdi. Bununla da Azərbaycan İstiqlal Bəyannaməsi qüvvəyə mindi. Bəs istiqlal nədir? Kəlmələrin sehrində xoş gördük sizləri əziz izləyicilər. Bugün sizinlə istiqlaldan bəhs edəcəyik. Bu söz dilimizə ərəbcədən keçib. Müstəqillik, istiqlaliyyət deməkdir. İstiqlaliyyət isə ixtiyarı əlində olma, heç bir kəsə tabe olmama, müstəqillikdir. İstiqlal bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlarının başqalarının əlində olmamasıdır. İstiqlal, bir millətin gələcəyini öz iradəsi ilə təyin etmək haqqıdır. İstiqlal, bir dövlətin öz torpaqlarında öz daxili və xarici işlərini özgürcə həyata keçirməsidir. İstiqlal hürriyyətdir, azadlıqdır. İstiqlal dünəndən bugünə, bugündən sabaha mirasdır. Azadlıq şairimiz Əmin Abid Gültəkinin də dediyi kimi. İstiqlal, o yaşayan millətin qəlbində can. İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan. İstiqlal, o sönməyən müəbbəd bir məşalə. Könüllərdə tutuşur, gözlərdə sönsə belə. İstiqlal, o vətənin göğsündən yüksələn ay. İstiqlal, o kəmikdən, qandan yapılmış saray. Azərbaycan istiqlalı 1918-ci ilin 28 mayında elan etdi. İstiqlalın dövləti 23 ay ömür sürdü. Sonra yaşadığımız torpaqlarda bizə yad olan hakimiyyət quruldu. İstiqlalın səsini boğmaq, ona əsir etmək, əl-qolunu buxavlamaq istəyənlər olsa da, onun işığı heç bir zaman sönmədi. İstiqlal könüllərdəki bir şam tək yandı. O şamlar böyük bir ateşə ocaq oldu. İstiqlal sancağı 70 il sonra səmaya yüksəldi. Vətənimiz müstəqilliyini bərpa etdi. Hürr oldu. Şairin də dediyi kimi, sən bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.